بسم الله الرحمن الرحيم اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. الصلاة والسلام على سيدنا ونبينا وحبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد. اللهم صل على وعلى أهل بيته الطيبين الطاهرين المعصومين واللعن الدائم على أعدائهم أجمعين. أما بعد، قال الله الحكيم في محكم كتابه الكريم: الله يتوفى الأنفس حين موتها والتي لم تمت في منامها فيمسك التي قضى عليها الموت ويرسل الأخرى إلى أجل مسمى. صدق الله العلي العظيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. أوصيكم عباد الله ونفسي بتقوى الله. Allah'ın salamı, salavatı, rəhmət və bərəkatı üzərinizə olsun əziz və dəyərli möminlər. Cümə gününüz mübarək olsun. Allah bu cümənin xeyir və bərəkətini bunlara, əzizlərinə, xalqımıza, İslam ümmətinə, bütün bəşəriyyətə nəsib elə. İlk öncə özümü, sonra siz əzizləri ilahi təqvaya dəvət edirəm. Allahım hamımızı təqvalılardan qərar ver. Artıq Zilqədə ayına daxil olmuşuq. Zilqədanın ilk cüməsidir. Allah bu ilk 3 haram ay ki sayılır. Zilqədə, Zilhiccə, Muharrəm ayları. Allah bu ayların əməllərini yüksək səviyyədə icra etməyi bizləri hər birimizi müvəffəq eləsin. Və bu gözəl aylarda, hörməti gözlənilən aylarda haram işlərdən, çəkinənlərdən, qorunanlardan qərar versin. Bugünkü mövzumuz şəhidlik haqqındadır, şəhadət haqqındadır. Şəhadət nədir? İnsanın dünyadan axirət həyatına köçüşü deməkdir. Əslində, insan dünyadan axirətə keçəndə nə deyirik biz? Ölüm hadisəsi kimi bunu ifadə edirik. Amma çox maraqlıdır ki, şəhidlər haqqında bu ölü sözü işlədilmir. Ona görə istəyərdim ki, insanın dünyadan axirətə keçmə mərhələsinin müxtəlif adları və o adlar haqqında Quran-ı Kərimdəki ayələri sadalayım, ondan sonra şəhidlik haqqında. İnsanın ölümünü ifadə edən bir neçə kəlmə var ərəb dilində və hər biri haqqında Quran-ı Kərimin ayəsi var. Məsələn, birincisi maut kəlməsi. Maut ölüm deməkdir. Meyyitun ölüdür. Mətə öldü deməkdir. Bu kəlmə daha geniş mənada işlənir. Daha böyük çərçivəni əhatə eləyir. Məsələn, biz deyirik ki, hər bir şəxs ölümü dadacaq, həmin o maut kəlməsidir. Quranda buyurur, kullu nəfsin zəiqatul maut. Hər bir kəs maut, yəni ölümü dadacaq. Bax, bu ölümdür, maut adlanan ölümdür. Təkcə fiziki ölmək yox, qəlbin də ölməsinə mautul qalb deyilir. Məsələn, insanın qəlbinin ölməsinə demirlər ki, filan kəsin qəlbi vəfat elədi. Fikir verirsiniz, elə bir söz deyilir, yaxud filan kəsin qəlbi dünyasında işdir. Yox, filan kəsin qəlbi öldü. Həmin o kəlmənin maut kəlməsi ərəb dilində ifadə edilir, mautul qəlb. Yəni, ruhun yoxluğu, qəlbi ölüb, yəni qəlbindən sanki ruh yox, ruhsuz qəlbdir. İkinci kəlmə, fikir verirsə, özdə bu kəlmə haqqında, maut kəlməsi haqqında çox maraqlı bir ifadə var. Quranda Allah Teala Qaf surəsi 19-cu ayədə buyurur ki, وَجَاءَتْ سَكْرَةُ الْمَوْتِ بِالْحَقِّ. Maut elə bir ölümdür ki, Allah Teala buyurur, ölümün sərxoşluğu, səkratul maut, yəni ölümün sərxoşluğu, bihuşluğu. Ölümün sərxoşluğu, yəni ölüm ki, yaxınlaşır, insan ki, dərk edir, artıq ölür. Cəət bil haqq, haqqı gətirər. Ölümün sərxoşluğu həqiqəti gətirər. Həqiqəti gətirər nədir? Yəni, insan ki, ölümün sərxoşluğunu hiss eləyəndə, biləndə ki, artıq dünyasını dəyişir, artıq o həqiqətləri görür. Ölüm sərxoşluğu, ölümün zamanı, əcəlin çatması ona həqiqətləri görmə imkanı yaradır. İnsanın bəsirəti açılır nəhayət ki. Bir neçə nəfər oturmuşsuz, sən ölürsən, sən dünyadan köçürsən, ətrafındakılar heç biri onu görmür, sən gördüklərini görmür. Sənin üçün pərdələr qalxır. Ona görə buyurur ki, Cəət səkratul mautu bil haqqı.
ölüm sərxoşluğu həqiqətə, haqqı gətirib çatdırır. İnsan artıq həqiqəti görür. İkincisi isə vəfat kəlməsidir. Vəfat kəlməsi. Vəfat nədir? Vəfat sözünün mənası tam almaq, tam götürmək deməkdir. Quranda Zümər surəsi 42-ci ayədə Allah buyurur ki, Allahu yətəvaffəl ənfusə xeynə məvdəhə. Ölümləri çatdığı zaman Allah nəfslərdən ruhları alar. Ruhları, canları bədənlərdən ayırar. Təvaffə kəlməsi ilə, vəfat kəlməsi ilə ifadə edib bu sözü. Nə deməkdir məna? Ruhun tam şəkildə alınması deməkdir. Əslində, vəfat sözünün mənası tam almaq, bəlkə də tam vermək mənasındadır. İnsana Allah Teala dünyaya gələndən ölənə qədər, vəfat edəyənə qədər müəyyən nemətlərdən pay ayırıb. Hər bir nemətdən. İndi belə deyək də, duzundan, şəkərindən tutmuş nəfəsinə qədər insana Allah Teala müəyyən miqdar təyin edib. İnsan o nemətlərdən istifadə etdikcə azalır. Hərəmizin müəyyən yaş çağımız var, yaş dövrünə gəlib çatmışıq. Allahın bizə ayırdığı, əvvəldən, əzəldən ayırdığı payları müəyyən bir qismini xərcləmişik. Bəzən görsən, xəstələnirik, həkimə gedirik, həkim bizə nə deyir? Deyir, filan nemətdən, məsələn, duzdan az istifadə elə. Artıq duzdan o qədər çox istifadə eləmişik ki, bizə ayrılmış duzun müəyyən çox hissəsini istifadə etmişik, az bir miqdar qalıb, yaşamalıyıq axı. Ona görə də yaşamaq üçün də həkim deyir ki, məsələn, duzdan az istifadə, yaxud çox şirniyyət yeyənlər, şəkərdən çox istifadə edənlər, görsən, gedir xəstələnir, gedir həkimə, həkim deyir ki, sənə şirniyyət yemək olmaz. Allahın bizim üçün ayırdığı şəkərin böyük bir qismindən istifadə eləmişik, amma həyatımız hələ davam etməlidir deyə artıq məcbur olduq o şəkərdən az istifadə etməliyik ki, ölüm gəlib çatana qədər tam payımızı götürək. Amma ölüm gəlib çatandan sonra artıq insana məcburi şəkildə nəsə yedizdirsən, yeyə bilməyəcək. Çünki o onun ruzisi deyil. Məcburi şəkildə nəsə su versən, qaytaracaq. Çünki o onun ruzisi deyil. Su, hətta nəfəsə qədər, nəfəsin sayına qədər hər bir insan üçün müəyyənləşdirilib. Bunlar hamısı tam şəkildə dolanda, başa çatanda ona vəfat deyirlər, dolmaq, tam olmaq. Tam olanda insan vəfat edir. Yəni, onun üçün ayrılmış bütün ruzilər tamamlandı. Vəfat sözünün mənası budur. Üçüncüsü, həlak sözdür, həlak sözü. Həlak da ərəb sözdür. Quran-ı Kərimdə də ona aid ayə var. Necə ki, əvvəlki iki ölüm haqqındakı ayə var idi. Həlak olmaq da vəfat etmək, dünyadan köçməkdir, yox olmaq, məhv olmaqdır, amma fəlakətlə məhv edilməkdir. İlahi qəzəblə dünyadan köçməyə deyilir. Necə ki, Allah Teala Quran-ı Kərimdə buyurur, وَكَمْ əhləknə min qariyyətin, biz neçə şəhərləri, yəni şəhərlərin, əhalisin həlak elədik. Yəni, daha çox əzabla, ilahi qəzəblə, cəza ilə gələn ölüm haqqında işlədilir. Dördüncüsü, qətl sözüdür. Qətl sözü də öldürmək deməkdir. İnsan qətl nəticəsində dünyadan köçür. Amma niyə görə o cür dünyadan köçməyə qətl deyilir? Sanki birinin həyatına son qoyulur, öz ixtiyarı ilə olmur. Qətli yetirilir. Ona görə Allah Teala bu kəlməyə də Quran-ı Kərimdə bir çox yerlərdə işarəli buyurur və məsələn buyurur: "Və la taqtulun nafs." Əlləti deyir ki, haqsız yerə insanları qətlə yetirməyin. İnsanı öldürməyin haqsız yerə. Bu nə deməkdir? Deməli, insanı qətlə yetirmək haqsızlıq sayılır bir insan haqqında. Alimlər araşdırırlar, deyirlər, ölümlə görəsən qətlin fərqi nədən ibarətdir? Maut sözü ilə qətl sözünün fərqi nədən ibarətdir? Həm Quranın ayələrinə əsasən, həm də rəvayətlərə əsasən araşdırırlar. Məsələn, Quran-ı Kərimdə buyurur ki, "Əfə immət əv qutilə inqalabtum alə əqabikum." Ey müsəlmanlar, əgər sizin peyğəmbəriniz vəfat eləsə, mətə, ölsə, əv qutilə, yaxud qətlə yetirilsə, siz geri qayıdacaqsınız, döyüşdən qaçacaqsınız, yaxud öz cahilliyinizə qayıdacaqsınız, əvvəlki cəhalətə qayıdacaqsınız, yaxud başqa bir yerdə açıq şəkildə buyurur: "Və la in muttum aw qutiltum la ila Allahi tuhşarun." Siz ölsəniz də, qətlə yetirilsəniz də, mütləq Allahın dərgahına, huzuruna qaytarılacaqsınız. Bu ayələrdən bilinir ki,
ölümlə qətldə fərq var. Allah ikisini fərqli mənada işlədib. Deyir ki, ölüm ona deyilir ki, ruh bədəndən, cəsəddən ayrılır, amma təbii şəkildə Allahın əmri ilə buna ölüm deyilir. Amma qətl ona deyilir ki, onda da ruh cəsəddən ayrılır, amma təbii bir səbəblə yox, hansısa bir şəxsin vasitəsilə. İndi o şəxs ola bilər zərbə vurmaqla bu işi icra eləsin, ola bilər zəhərləməklə, ola bilər başqa bir cinayətlə, yəni başqasının müdaxiləsi ilə insanın həyatına son qoyulması qətl adlanırsa, Allahın yazısı ilə, əmri ilə insanın həyatının tükənməsi, sona çatması maut adlanır. Gəldilər, İmam Baqir əleyhissalamdan soruşdular ki, mən qutilə əleysə qad mətə, ey Peyğəmbər övladı, bir kəs əgər qətlə yetirilibsə, ölmüş sayılmırmı? Həzrət buyurdu, lə, xeyr, əl-mautu mautun və qatlu qatlun. Ölüm ayrı şeydir, qətl başqa şeydir. Sonra Həzrət əlavə elədi ki, leysə mən qutilə bis-seyfi kəmən mətə alə firashihi. Qılıncla qətlə yetirilmiş şəxs öz yatağında ölən kimi deyil, ölən kəs kimi deyil. İnnə mən qatlə lə buddə ən yərciə ilə dünya həttə yazuqal maut. Burada ölümün hikmətini açıqlayır Həzrət. Birinci buyurdu ki, o kəs ki, qılıncla qətlə yetirilib, o yatağında ölən şəxs kimi eyni deyil. Və fəlsəfəsinin hikmətini açıqlayır ki, həqiqətən də qətlə yetirilən şəxs, kimi ki qətlə yetiriliblər, o labüddür, vacibdir ki, ən yərciə ilə dünyaya qayıtsın, rəzət eləsin. Həttə yazuqal maut və mautu, ölümün dadın anlasın, ölümü dadsın. Axı, Quran bir dedi ki, Allah Quran-ı Kərimdə vurur, kullu nəfsin zəiqatul maut, hər bir kəs ölümü dadacaq. Qətildəki dedik, ölüm sayılmır. Qətl insanın başqası tərəfindən həyatını yarımçıq qalması deməkdir. Bəs bunun yarımçılığı necə ödənəcək? Bu ölümü görmədi axı, ölümü dadmadı. Ona görə Həzrət buyurur ki, İmam Baqir əleyhissalam, həmin şəxs labüddür ki, geri qayıtsın, dünyaya qayıtsın və ölümü dadsın. Yəni biz bilirik ki, İslam etiqadında, dünya görüşündə rəzət adlı bir etiqad var, fikir var, düşüncə tərzi var. Rəzət nədir? Zəmanə imamı inşallah zuhur eləyəndə möminlərdən bəzilərinin qayıtması, o Həzrətin dövründə yaşaması və kimlərin ki, həyatları yarımçıq nakam dünyadan köçürlər ki, şəhidlər onlardan biri sayılır. Həzrət ona işarə edir. Sonra başqa bir hədisində Həzrət buyurur, وَجَاءَ عَنْهُمْ Əhl-i Beyt əleyhimussalamdan rəvat edilir ki, ənnə likulli müminin qatalətun və meyyitətun. Hər bir mömin üçün qətl və ölüm hadisəsi var. Sanki demək istəyir ki, mömin şəxs vəfat eləsə də ona qətl olunmağın savabı yazılar. Axı, biz rəvayətlərdə eşitmişik də, əgər mömin zəmanə imamının zuhuru intizarı ilə yaşayarsa, Allah yolunda çalışarsa, Allaha ibadət eləyər, Peyğəmbərin buyurduğuna, imamın göstərişinə əməl eləyərsə, o elə öz yatağında vəfat eləsə də şəhid sayılır, qətl yetirilmiş, Allah yolunda qətl yetirilmiş sayılır. Ona görə sanki ona işarə olunur. Və buyurur ki, İmam əleyhissalam buyurur ki, mən ləm yəmud yuqtəl, kim ölməzsə qətl yetirilər, və innə əfzələl maut əl-qatlu. Kim ölməzsə qətl yetirilər və ölümlərin ən üstünü, ən fəzilətlisi elə qətldir, yəni Allah yolunda şəhid olmaqdır. Digər bir ölümün adı isə fənadır, fəna olmaq. Fəna da yox olmaq deməkdir. Fəna sözünün mənası fanilikdir. Çox vaxt irfani mənada işlənir bu kəlmə, fəlsəfi mənada işlənir. Dünyanın keçiciliyi, faniliyin ifadə edir. Yaxud məsələn irfanda Allahda fəna fillah, Allahda fəna olmaq, özünü itirmək, yoxa çıxarmaq, heçə çıxarmaq. Məsələn görsən, Quran-ı Kərimdə Ər-Rəhman surəsi 26-27-ci ayələrdə nə buyurur? Buyurur, kullu mən aleyhə fən, yer üzündə olanların hər biri fanidir, ötüb keçəcək, yoxa çıxacaq, fani olacaq, məhv olacaq. وَيَبْقَى وَجْهُ رَبِّكَ ذُو الْجَلَالِ وَالْإِكْرَامِ Cəlal və ikram sahibi olan Rəbbinin zatından başqa yalnız o qalacaq. Bu bir fanilik də dedik ki, deməli, ölümün qaçılmazlığına işarə eləyir.
və digər bir ölümün də adı sərəədir. Məsrəun, məsrə deyirlər. Məsrə qəfil ölmə deyilir, ani ölümə. İnsanı ölümün qəfil yaxalamasına məsrəun deyilir. Digər biri isə ölümün vaxtı üçün məniyyətun kəlməsi var, əcəl mənasında işləyir. Quranda da buyurulur ki, İzə cəə əcəluhum, onların əcəlləri, yəni ölüm vaxtları çatdığı zaman lə yəstəxirunahu və lə yəstəqdimun. Onu heç kəs nə bir saat gecikdirə, nə də bir saat tələsdirə bilər. Deməli, maut sözünün mənası ümumi ölümdür, vəfat sözünün mənası ruhun alınmasıdır, insana verilən neymətlərin tamamlanmasıdır, həlak sözünün mənası əzabla məhv olmaqdır və qətl sözünün mənası öldürülmək başqası tərəfindən, fəna sözü fəlsəfi yoxluq, fanilik, məniyyə sözünün mənası əcəl deməkdir və nəhayət sərə kökü, məsrə sözünün mənası isə qəfil ölümdür. Və bizdə bir neçə kəlmə də var, deyirik məsələn, filan kəs rəhmətə getdi. Adətən yaxşı insanlar haqqında deyirik ki, rəhmətə getdi. Bu gözəl ifadədir, bizim dilimizdədir. Yəni, bir qarşı tərəf haqqında, bir mömin, yaxşı insan haqqında hüsn-i zəndə olmaq, yəni Allahın rəhmətinə qovuşdu. Amma şəhid oldu ifadəsi tamam fərqli bir ifadədir. Şəhid oldu isə, o da ölümü ifadə eləyir, dünyadan köçməni ifadə eləyir, amma ölüm ona aid deyil. Ona görə ki, bir mömin dünyadan köçərsə, İmam Sadiq əleyhissalam buyurur, onun möminin ölüm anı çatanda Həzrət Peyğəmbər Əli əleyhissalam və Fatimə deyir, gəlirlər həmin möminin başını üstün kəsdirərlər. Yəni, möminin dünyadan köçməsi anlaşıqlı şəkildə baş verir. Gəlirlər ki, təsəlli versinlər, təskinlik versinlər. Ona görə deyir, Quranda ayə var ki, İnnəl-ləzīnə qalu Rabbunəllah. O kəslər ki, deyirlər, Rəbbimiz Allahdır, sümmə-məstəqamı, sonra elə bir yolu tutub gedirlər, düz yolla, düz istiqamətlə gedirlər. Tətənəzzəlu aleyhimul mələikə. Onlara mələklər gələrlər, deyərlər ki, qorxmayın, sizin üçün heç bir kədər, qorxu yoxdur. Bəzən deyirlər ki, bu elə ölüm anında, möminin ölüm anında o mələklər bu sözləri deyərlər. Və bəs görəsən, kafirin dünyadan köçməsi necə baş verir? Kafir üçün də bu cür mömindəki kimi təsəlli, təskinlik verənlər gəlir, xeyr buyurur. وَلَوْ تَرَى إِذْ يَتَوَفَّ الَّذ۪ينَ كَفَرُوا الْمَلَائِكَةُ Kafirlərin canlarını mələklər aldığı zaman يَزْرِبُونَ وُجُوهَهُمْ وَأَدْبَارَهُمْ Onların üzlərinə və arxalarına vurarlar. Yəni, döyə-döyə onları dünyadan apararlar. Ona görə İmam Hüseyin əleyhissalam buyurur ki, Məl-mautu illə qantara. Ölüm körpüdən başqa bir şey deyil. Yəni, əslində möminlər üçün ölüm əzabdan, dünya əzabından nicat tapmaq Allahla görüşdür. Allaha and verir izzət cəlalı xatirinə bizi aqibəti gözəl olan şərafətli ölüm nəsib eləsin və uzun ömür verməyinə vəfat edərkən Allahın rizayəti ilə dünyadan köçənlərdən qərar versin. Bismillahirrahmanirrahim. İnna a'taynakal kawthara fasalli li rabbika wanhar inna şaniyaka huval abtar. Sadaqallahul aliyyul azim. Deməli, ölüm haqqında danışdıq. Mövzumuz şəhidlikdir, şəhadətdir. Şəhadət dedik ki, insanın dünyadan axirət aləminə köçməsidir. İnsanın dünyadan axirət aləminə köçməsi müxtəlif ifadələr var. Dedik, biri ölümdür, biri fəna və s. və ilaxır. Və Quran-ı Kərimdə maraqlı bir ayə var insanın ölümü ilə bağlı. Saffat surəsi 58-59-cu ayədə Allah Teala buyurur: "Lə yezuquna fihal mauta illal mautatal ula." Onlar, yəni cənnət əhli haqqındadır. Orada cənnətdə ilk ölümdən başqa bir ölüm dadmayacaqlar. Yəni bir daha ölməyəcəklər. Ölümün təcrübəsini təkrarən yaşamayacaqlar cənnət əhli haqqında. İndi sual yaranır ki, ilk ölüm deyiləndə bəyən başqa bir ölüm də var ki, ilk ölümdən başqa ölüm dadmayacaq deyilir. Əslində, bunun dərin mənası var. Birincisi, ilk ölüm deyiləndə deyir, birinci ölümdən başqa ölümləri olmayacaq deyəndə maddi aləmdən ayrılmaq nəzərdə tutulur. Əvvəl insan maddi bədənlə yaşayır, sonra həmin maddiyyatdan, maddi bədəndən, cəsədindən, cismindən ayrılır ki, bunun adı ölümdür. Sonra artıq daha yüksək varlıq mərhələsinə qədəm qoyur. Ona görə də ölüm deyir, naqislikdən kamilliyə tərəf keçiddir. Naqislikdən kamilliyə.
Ona görə də təkrar ölüm yoxdur. Bir insan əgər dünyadan köçsə ölümü onu naqislikdən kamilliyə tərəf aparırsa, da ikinci ölümə nə ehtiyac var? Əgər ölüm insanın naqislikdən kamala çatmağı üçündürsə, deməli, kamala çatdısa, cənnət əhli ki, kamala çatır, da orada əlavə ölümə ehtiyac yoxdur ki, ondan yuxarı keçsinlər. Çünki kamilliyə artıq çatıblar, cənnətə daxil olublar. Deyir, əslində, möminlər üçün ölüm şuurlu yaşanmış ayrılıqdır. İnsan, mömin olan şəxs ölümü şuurlu şəkildə qarşılayır, qəbul edir. Yoxluq halı ölüm kimi hiss olunmur. Ona görə deyir, yalnız dünya ölümü ölüm sayılır. Digər hal, yoxluq təcrübəsi yoxdur. İmam Sadiq əleyhissalam buyurur ki, İhdəhumə qablə ən yuxlaqu. Bir dənə də ölüm var, deyir. Amma yaradılmamışdan qabaqçı. İnsanların sanki dünyadan əvvəlki halı, dünyaya gəlməmiş halı yoxluq sayılır. O yoxluğun özü ölmə bərabər bir şey. Məcazi mənada ölüm sayılır. Sanki ölmüşdü, yəni yox idilər. Yox idi, yəni sanki ölmüşdü, məcazi mənada. İmam Sadiq əleyhissalam buna işarə edir. Quran-ı Kərimdə 3 ayə var. Istəyirəm o ayələrin 3-ünü də deyim, sonra onların izahını verim. Birincisi Bəqərə surəsi 28-ci ayədir. 2 dəfə ölmək, 2 dəfə dirilmək barəsində. Niyə görə? 2 dəfə ölmək, 2 dəfə dirilmək ifadəsi işlədilir və buyurulur ki, cənnət əhli bir ölümdən başqasını görməyəcək və cəhənnəm əhli də indi ayəni deyəcək. Cəhənnəm əhli isə deyir ki, ya Rəbbim, sən bizi 2 dəfə öldürdün, 2 dəfə diriltdin. Bax, maraqlıdır. Bəqərə surəsi 28-ci ayədə buyurur ki, Keyfə təkfuruna billəh və kuntum ənvatən fə əhyəkum. Kafirlərə xitabdır. Siz necə Allahı inkar edirsiniz ki, halbuki Allah siz yox idiniz, sizi diriltdi. Siz əmvat sözünü işlədir, meyyid. Siz yox idiniz, sizi diriltdi. Burada artıq bir ölüm, bir diriliş nəzərdə tutulur. Kuntum əmvatən, siz ölü idiniz, yəni həyatda yox idiniz. Burada bir dəfə ölüm kəlməsini işlətdi. Bu birinci ölüm. Fə əhyəkum, sizi diriltdi, yəni dünyaya gətirdi. Bu da birinci diriliş. Sonra burada summə yuhyikum, sonra sizi bir də öldürəcək ki, dünyadan aparacaq axirət aləminə. Summə yuhyikum, sonra sizi dirildəcək, məhşər meydanına gətirəcək qiyamət günü. Bu da ikinci diriliş. Sonra deyir ki, Saffat surəsi 58-59-cu ayədə o bayaq dediyimiz cənnət əhli haqqında Lə yəzuquna fihəl mavtə illəl mavtətəl ulə. Onlar cənnətdə ilk ölümdən başqa bir ölüm görməyəcəklər. Və vaqahum azabəl cəhim. Allah onları cəhənnəmin əzabından qoruyacaq. Bu belə, bu cənnət əhli haqqında bir dəfə ölüm görəcəklər. Və maraqlıdır ki, kafirləri isə deyirlər, qalu, deyirlər ki, Rabbənə, ey Rəbbimiz, əməttənə snəteyni, sən bizi 2 dəfə öldürdün, və əhiyyəytənə snəteyni, və bizi 2 dəfə diriltdin. Görürsən, kafirlər niyə deyirlər ki, bizi 2 dəfə öldürdün, 2 dəfə diriltdin? Deyir, bunun mənası budur ki, əvvəla, kafirlər niyə görə 2 ölüm, 2 dirilmək ifadəsini işlədirlər? Mənası budur ki, axı, kafirlər dünyada yaşayanda axirətin varlığını qəbul eləmirlər. Yəni, bir dənə həyat kimi bu həyatı nəzərdə tutular ki, yəni bu həyatdan başqa bir həyat yoxdur. Biz bir dəfə həyata gəlirik, bir dəfə də köçürük, ikincisi yoxdur. Bir dəfə keçəcək, ondan da qutardı. Və növbəti həyat yoxdur, ikinci həyat yoxdur. Deyir, nə var ki, onlar axirət aləminə köçəndə artıq görəcəklər ki, ikinci həyat da var imiş. Orada deyəcəklər ki, ilah, sən bizi 2 dəfə diriltdin. Bir dəfə dünya həyatına gətirmişdin, orada diri idi, yaşaydı, orada bizə həyat vermişdi. 2-ci dəfə öləndən sonra sən bizi axirətdə də diriltdin, sən demə, burada da dirilik, həyat var imiş. Və 2 dəfə öldürdün sözünün mənası da, birincisi niyə görə möminlər işlətmirlər, möminlər haqqında o birinci ölüm ki, İmam Sadiq əleyhissalam ifadə işlətdi, insan dünyaya gəlməmişdən qabaq onun ölümü, onun sanki yoxluğu sayılır. İnsan əvvəl yox idi, Allah dünyaya gətirdi. Quran-ı Kərimdə İnsan surəsində də, hər surəsində də Allah buyurur da ki, insana elə bir zaman gəlib çatmadı mı ki,
zikr olunmağa, xatırlanmağa layiq bir şey deyildi. Yəni insan dünyadan qabaq ölü kimi bir şeydir. Yəni heç kəs onu tanımırdı. Dünyada yox idi ki, tanısınlar, zikirləsinlər, xatırlasınlar. Yox idi, vücuda gəldi. O yoxluğa sanki məcazi mənada ölmə bənzədilir. Bunu möminlər qəbul edirlər. Möminlər qəbul edirlər ki, ruhlar aləmində bunların cəsədləri yox idi. Bu ölülük mənasında dünyadan qabaqki yoxluğu qəbul edirlər. Yəni dünyadan qabaq da bir aləm olub, orada artıq insanların cismi yox idi. Mömin bunu qəbul etdiyi üçün onun üçün ilk ölüm sözü işlədilmir. Amma kafiri isə o dünyadan əvvəlki aləmin varlığını da qəbul etmir deyə. Artıq o axirət dünyasına, axirət aləminə köçəndə bilir ki, hələ dünyanın özünə də ruhlar aləmindən gəlmişdi. Dünyadan qabaq da bir aləm var imiş. Başa düşürlər ki, bunlar 2 dəfə öldürülüb, 2 dəfə dirildiliblər. Onu öz dilləri ilə etiraf edirlər. Ona görə elə ayənin birbaşa davamında buyurur ki, fə'ətərəfnə, ilah, indi etiraf elədik. İndi bəli, etiraf elədik ki, həqiqətən də axirət var imiş. İ'tərəfnə bi zunubinə, nəyə etiraf elədik? Günahlarımızı etiraf edirik. Ki biz deyirdik, yoxdur axirət həyatı, Allah yoxdur, nəuzubillah, axirət yoxdur, nəuzubillah və istədiyimizi edirdik, istədiyimiz kimi yaşayırdıq. Bugün görsən, hətta sosial şəbəkələrdə bəzən görsən canlı açırlar. Ateistliyin təbliğatı barəsində, Allahsızlığın təbliğatı barəsində. Allah yoxdur. Əvvəla Allah yoxdursa, sən niyə bu qədər ciddi cəhmlə çalışırsan ki, onun yoxluğunu sübut edəsən? Bir şeyin ki, yoxdursa, niyə mübarizə aparsan? Da yoxdursa, niyə dava edirsən? Oturur müxtəlif dəlillərlə, özün güya çox elmli, savadlı sayır və qarşı tərəfdən ki, din xadimləri müdaxilə ilə canlı görüşürlər, debata çıxırlar. Onu da bir təkəbbürlə uzaqlaşdırır, heç güya ki, onun dəlillərin qəbul eləmir. Heç cür imkan vermir ki, ona Allahın varlığını sübut eləsin. Hərdən də buna, indi bunun da belə deyək, izləyicisi az deyil. O ateistliyə dəvət edən görsən, bir xeyli izləyici yığıb özünə toplayıb. İzləyici yığıb da təkəbbürlə sevinir ki, nə qədər izləyicisi var, hərdən buna hədiyyə göndərən kim, şir atan kim, nə edən kim, axır ki, bu özünə bir xeylam izləyici yığıb. Onlarla fəxr eləyir. Bu, Allaha təbliğ eləyənə də imkan, fürsət yaratmır. Hər sözün kəsir və onu, belə deyək, sözünün qarşısını almağa çalışır. Amma axirət aləminə köçəndə, həqiqəti görəndə ki, sən demə yox, axirət var imiş, sən demə deyirlər ki, Allah var, ehtiyatsız hərəkət elədi, dedi ki, yoxdur. Ehtiyatla hərəkət elədirsə bir yer qoyardı, deyərdi, birdən olar ha, ki, Əleyhisselam da yanına gələn olur, yaxud digər imamlarımızın ki, gəlib bir ateist sual verib, deyib ki, axirət yoxdur, nə varsa 5 günlük dünyada. Həzrət buyurur ki, əgər bu 5 günlük dünyadırsa, sən də kef edirsən, sən kefi bir şeydə görürsənsə, mən də kefi Allaha itaətdə görürəm. Amma sən də nəticə etibarən kef içində yaşasan, həzz alırsan həyatdan, mən də həzz alıram. Amma axirət var olsa, mənim həzzim davam eləyəcək, mənim zövqüm, ləzzətim davam eləyəcək. Amma axirətin varlığı var olsa, ehtiyatsız tərpənsən, sən ziyana uğrayasın. Ona görə belə insanlar ehtiyatsız insanlardır. İndi axirətin varlığını görəndə ən azı ehtiyat eləməlidirlər ağıllarına, ağıllı olsaydılar. İndi ağılların verib əldən ehtiyatsızlıq edirlər, deyirlər ki, yoxdur, axirət aləmdəki hallarını Allah Quran-ı Kərimdə açıqlayır. Buyurur ki, onlar görəcəklər ki, var imiş həyat. Və başlayacaqlar, deyəcək, öz dilləri ilə etiraf eləyəcəklər ki, Allah var imiş axirət həyatı və sonra deyir, nə deyəcəklər? Çox acınacaqlı bir fəryaddır. Deyəcəklər, fəhəl ilə xurucu min səbil. Doğrudan da var imiş bura. İndi biz neyniyək? İlahi, buradan bir çıxış yolu var. Deyiləcək ki, artıq gecdir. Artıq gecdir. Sənə dünyada, sənin bu səhnən Quran-ı Kərimdə, o əzəmətli kitabımda canlandırıb sənə göndərmişdim ki, sən bu sözləri gəlib burada deyəcəksən. Sən düşəcəksən axirət aləmdə, özünə çıxış yolu axtaracaqsan. Mən bu ayələri nazil eləmişdim sənə. Sən açıb onu oxumuşdun, görmüşdün, sənə din xadimləri, ruhaniyələr, ilahiyyatçılar bunu izah edirdilər, sənə xatırladırdılar. Sən göz yumurdun, artıq xeyr, burada çıxış yolu yoxdur. Ona görə də başqa bir kəlmə var, səiqə kəlməsi, o da ölümü ifadə edir. Deyir, görəsən, bu hansı ölümdür? Quran-ı Kərimdə ayə var axı, Zümər surəsi 68-ci ayədə. وَنُفِخَ فِي الصُّورِ فَسَعِقَ مَنْ فِي السَّمَاوَاتِ وَمَنْ فِي الْأَرْضِ. Sur üfürüləcək.
Sur üfürüləndə göylərdə və yerdə olanlar hamısı hoşunu itirəcək. Deyir, sur üfürüləndə, bəs bu hansı ölümdür görəsən ki, deyir, sur üfürüləndə hamısı hoşunu itirəcək. Deyir, səiqə kəlməsinin mənası ölüm demək deyil. Səiqə kəlməsinin mənası insanın hoşunu itirməsidir. Şoka düşməsidir. Hissiyatını itirməsidir. Necə ki, başqa bir ayədə Musa Peyğəmbər demiş ki, ilahə, ərini ənzur eləyik, özünü mənə göstər, səni görüm. Allah da buyurur ki, qalələn tərani, məni görə bilməsə, amma görmək istəsəzə, o dağa bax, əgər o dağ yerində qərar tutsa, məni görəcəksən. Sonra deyir ki, Allah o dağda təcəllə eləyəndə dağ parça-parça dağıldı və xarra Musa səiqan, həmin səiqə kəlməsi burada işlənib. Musa yerə yıxıldı, huşunu itirdi. Deməli, səiqə yıxılıb ölmək demək deyil, huşunu itirmək deməkdir. Necə ki, ardıcan demir ki, təzədən dirildi bu sözləridir. Deyir ki, fələmmə əfəqa, ayağa qalxdığı zaman, yəni huşdan ayıldığı zaman, əhyə kəlməsini işləmir, dirildiyi zaman demir. Deyir ki, ayıldığı zaman, yəni deməli, səiqə kəlməsinin mənası huşdan getməkdir. Deyir ki, Subhanəkə, ilah, sən eyb və nöqsandan uzaqsan, paşsan. Yaxud Musanın qövmü barəsində deyirlər ki, onlar deyirlər, وَاِذْ قُلْتُمْ يَا Musa, ey Musa, siz belə deyirsiniz ki, ey Musa, Allah bizə aşkar şəkildə göstərməyənə qədər biz sənə iman gətirmərik. فَأَخَذَتْهُمُ السَّاعِقَةُ Saiqə kəlməsi burada da işlənir. Onları saiqə tutdu. وَأَنْتُمْ تَنْزُرُونَ Siz baxa-baxa sizi saiqə ildırım vurdu, o həmin partlayış baş verdi və siz huşsuz bir hala gəldiniz. Amma maraqlıdır ki, burada isə Musanın özü barəsində deyir ki, huşunu itirdi, ayılanda dedi ki, Subhanallah. Amma qövmü barəsində deyəndə ki, onlar saiqə onları tutdu, onlar huşdan getdilər. Buyurur ki, Summə bə'asnəhum Sonra sizi diriltdik, min bə'di mautikum sizi ölümünüzdən sonra. Bəs burada deməli, saiqə kəlməsinin ölüm mənası ifadə elədik sanki. Deyir, yox, burada da ölüm mənasını bildirmir. Deyir, burada deyir ki, ölümdən diriltdi. Deməli, saiqə elə bir şiddətdir insanın özünü sarsıntıdır, özünü itirməsidir, hoşdan getməsi ki, ölümə aparıb çıxarda bilər. Necə ki, bəzi insanlar görsən, komaya girir, komadan çıxır. Bəzi insanlar var, komaya girir, komadan çıxmır. Həmin o şokun dərəcəsinə baxır. Şəhidlik haqqında bircə ayə deyəcəm, onunla da sözümü inşallah. İmam Rıza əleyhissalam da qarşıda mövzu gəlir. Həzrətdən də bir hədis nümunə, sözümü tamamlayıram. Şəhidlərin haqqında elə deyir, bu ayə kifayət edir ki, Quranda Allah buyurur, وَمَنْ يُتِعِ اللّٰهِ Kim Allaha itaət edərsə, var Rasul, Peyğəmbərə itaət edərsə, onlar Allahın nemət verdiyi kəslərdən bircədir. Kimdir o nemət verdikləri? Peyğəmbərlər, siddiqlər, şəhidlər və salihlər. Deməli, şəhidlər o kəsdir ki, əvvəla onlar Allaha və Peyğəmbərə itaət ediblər. Bu böyük bir məqam. İkincisi, Allah Taala onlara nemət verib. Elə bir nemət ki, onlar Peyğəmbərlərlə eyni dərəcədə dayanıblar. Üçüncüsü isə, üçüncü böyük bir məqam odur ki, kim Allaha və Peyğəmbərə itaət eləyərsə, şəhidlərlə bir yerdə olacaq. Bu böyük bir məqamdır. Görürsünüz, bizə elə belə yerə demir imamlarımızın. Hər bir sözü görsən Quranın ayəsinə əsaslanır. İmamlarımız buyuranda ki, bizim vilayətimiz üzərində şəhid olan, bizi zamanı imamın gözlədiyi halda, yəni ibadət itaət eləyərək şəhid olan, öz yatağında ölsə də şəhid sayılır, vəfat eləyən şəhid sayılır. Mənası budur ki, kim Allaha itaət eləyərsə, bu ayədə kimi və Peyğəmbərə itaət eləyərsə, şəhidlərlə bir yerdə olacaq. Və İmam Rıza əleyhissalam buyurur ki, Mən səələllahə şəhədətə bisidqin Kim səmimi qəlblə Allahdan şəhadət istəsə, ona verilər. Bəzən biz Allahdan şəhidlik istəyəndə bəzilərimiz çəkinir ki, şəhidlik istəyərəm, birdən gələr, dünyadan köçərəm. Halbuki göyə şəhidlik istəməsə, dünyada yaşayacaq həmişəlik. Onsuz da dünyada. Amma nəyə gözəl olur ki, insan şəhadətlə. Amma İmam Rıza əleyhissalam burada gözəl bir hədis buyurur. Buyurur, kim səmimi qəlblə Allahdan şəhadət istəyərsə, Allah onu ona əta eləyər, hətta zahirdə şəhid olmasa belə. Yəni, o məqamı ona verər, öz yatağında vəfat eləsə belə. Ki, Həzrət buyurur, kim bizim vilayətimizin üzərində, vilayətimizin uğrunda şəhid olarsa, elə həqiqi şəhid odur. Və nəhayət, bir nəfər şair gəldi, Dəbəl Xüzai, Fərəzdəq də deyirlər buna, gəldi İmam Rıza əleyhissalama şeir dedi
özündən əvvəlki 8-ci imamımızda İmam Rıza əleyhissalam özündən əvvəlki imamların bir-bir həyatların və şəhadətlərini sadaladı, gəldi çıxdı İmam Musa Kazım əleyhissalama. İmam Rıza əleyhissalamın atası birisi də Kazimində şəhid olub, vəfat edib, orada dəfn olunub. Kazimində Bağdada yaxındır. Deyir ki, Bağdadda da pak bir nəfərin qəbri var, həmin şairdir İmam Rıza əleyhissalama. Bağdadda da bir nəfərin pak qəbri var. Rəhman olan Allah onu cənnət otaqlarında yerləşdirmişdi. Bunu qafiyə ilə gözəl şəkildə deyir. Onunla da tamamlayır da, yəni İmam Rıza əleyhissalam artıq yaşayır, ona deyir bu şeiri. İmam Rıza əleyhissalam deyir, olar o şeirə bir dənə də beyt mən əlavə eləyim, şairə deyir. Şair deyir, baxır, deyir, hə, dinən. İmam Rıza əleyhissalam buyurur ki, وَقَبْرٌ بِتُوسٍ يَا لَهَا مِنْ مُصِيبَةٍ Bir qəbirdə var Tusdadır, vay müsibətdə onun halına. Əlhədəthu eydil bəraya fit turab. Tusda da bir qəbir var, bu nə böyük bir müsibətdir. Onu insanlar öz əlləri ilə torpağa tapşıracaqlar. Həzrət özünə işarə edir. Ki, yəni, sən İmam Musa Kazım əleyhissalama qədər, mənim atama qədər sadaladın, mən onu tamamlayıram, mən də şəhid olacağım. Allahın verir İzzət Cəlalı xatirinə bizi o şəhadət məqamına nail olan bəndələrindən qərar versin və ilahi rizayətlə dünyadan, Peyğəmbər Əhl-i Beyt əleyhimussalamın xeyir duası ilə dünyadan köçənlərdən qərar versin, ömrümüzü xeyirli, uzun, bərəkətli eləsin, aqibətimizi gözəlləsin. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd, Allahus saməd, ləm yəlid və ləm yulad və ləm yəkun ləhu kufuvan əhəd. Sadaqallahul aliyyul azim.